Salam uşaqlar, bugün sizlərlə tarix dərsləri keçəcəyik. 1-4-cü mövzulardan testlər işləyəcəyik. Kitabımız bu vəsaitdəndir. Onda başlayaq. Birinci buradan işləyirik. Bir dəqiqə. Gözləyin. Bəli. İndi birinci A variantından başlayaq. 1-4-cü mövzulardan. Birincidə deyir ki, aşağıda verilən nümunələrdən neçəsi yazılı mənbələrə aid etmək olar. İndi burada da birinci belə deyə baxaq. Silahlar maddi mənbələrdir. Fərmanlar bəli yazılı mənbələrə aid etmək olar. Bunu götürürük. Pullar da bəli üstündə yazılar olur. Bunu da götürürük. Nağıllar şifahi mənbələrə aiddir. Filmlər görüntülü mənbələrə aiddir. Demək 2 dənə oldu. Bu bəndim. Sonra keçək ikinciyə. Uyğunluğu müəyyən edin. Ekspedisiya müəyyən məqsədlər üçün qrup halında edilən səfərdir. Birə B gedir. Təsərrüfat qədim daha doğrusu hər hansı bir quruluşun istehsal üzvüdür. 2-yə C gedir və arxeologiyada qədim maddi mədəniyyət nümunələrini öyrənən elmdir. Demək 1-ə B, 2-yə C, 3-ə A, D bəndi gedir. Cavab D olur. D bəndi. Sonra daş dövründə istifadə edilən əmək alətlərinə aid deyil. Baxırıq, dəyənək deyirik ki, ilk əmək alətlərimiz çobud daş çapacaq, yerqazan çubuq və dəyənək olmuşdur. Ona görə dəyənək çıxır. Yerqazan çubuq da həmçinin, toxa da həmçinin əmək alətlərdir. Ox və kaman da ancaq xış, tunç dövründə yaranıbdır. Amma bizdən daş dövrü istədiyi üçün, daha doğrusu istəmədiyi üçün xışı götürürük. 3-də D olur. 4-də uyğunluq pozulmuşdur deyir. İnsanlara tanış olduğu ilk metal idi mis. Düzdür. Yeni təsərrüfat sahələri yaranmışdı. Tunç dövründə bu da düzdür. Yəni hər dövrdə yeni təsərrüfat sahələri yaranır. Yeməli bitki kökləri əldə edilirdi. Yerqazan çubuq ilə. Bəli, bu olar. Ovçuluğun ön plana çıxmasına səbəb oldu. Ox və kamanın ixtirası ilə deyir ki, daş dövründə əmək alətləri hazırlanırdı. Yalnız daşdan. Xeyr, daşdan, ağac materiallarından və sümüklərdən hazırlanırdı. Demək cavab Y bəndə uyğunluq pozulub. Bir də bunu deyim ki, yalnız sözündən qaçın. Yəni yalnız sözü olan bənd səhv variant olur. Ancaq elələri var ki, burada yalnız ola bilər. O da ki, nadir hallarda. Yəni yalnız sözünü oxuduqda səhv olur çox cümlələrdə. Sonra 5-ci, xış əkinçiliyinin mövcud olduğu dövrə aid deyil. Yəni tunç dövrünə aid deyil. Əkin sahələrinin genişlənməsi bəli, xış əkinçiliyi ilə əkin sahələri genişlənibdir, məhsuldarlıq artıbdır. B variantında insanların üzümçülüklə məşğul olması, bəli, tunç dövründə üzümçülüklə, bağçılıqla və bostançılıqla məşğul olmağa başlayıblar. Otdan istifadə olması hər dövrdə otdan istifadə olunubdur. Yəni bunu da götürə bilirik. Heyvanların uzaqdan asanlıqla ovlanmağa başlanılması dediyi üçün bu da daş dövrüdür. Ona görə bunu götürmürük. Y variantındakı məhsuldarlığın artması, bu da dedik ki, xış əkinçiliyi ilə əkin sahələri genişləndirilib və məhsul artıbdır. Ona görə bunu da götürürük. Sonra deyir ki, 6-da Azıq mağarasına aid deyil. Azıq mağarasına aid deyil. Demək, A variantında deyir ki, Qarabağda Xocavənd rayonu ərazisindədir. Bunu düz deyir, Xocavənd rayonu ərazisindədir. Burada tapılan ayı kəllə sümükləri orada yaşayan insanların say haqqında təsəvvürün olduğunu sübut edir. Bəli, çünki ayı kəllə sümüklərində üstündə cızıqlar var idi və bu da onlar say haqqında təsəvvürün olduğunu sübut edir. Bu düzdür. Mağaradan qədim insanların ovladıqları heyvan sümükləri tapılıbdır. Bəli, bu da düzdür. Sümüklər tapılıbdır.
D variantında deyir ki, mağarada aşkar edilən ən qiymətli tapıntı 18-22 yaşlı kişiyə deyir. Bu da və beləliklə səhv deyir. Yaşlı kişiyə yox, qadına aid idi. Y bəndində də Azıq mağarası, Azıq adamına aid alt sənəd sümüyünə görə Azərbaycan Avropanın ən qədim sakinlərin xəritəsində bəli, daxil edilibdir. Sonra 7. İlk insanların Azərbaycanda məskunlaşmasına şərait yaratmış amil deyil deyir. Əlverişli təbii coğrafi şərait, bəli. İçməli su qaynaqları, bəli, olubdur. Təbii mağaraların olması, bu da olubdur. Sonra bitki və heyvanat aləminin zənginliyi, zəngin təbii sərvətlərinin aşkarlanması. Burada cavabımız olacaqdır. Və burada cavab Y bəndi olurdu. Sonra 8-də deyir ki, Çalğan Təpə yaşayış məskəni yerləşirdi. Buradakı cavab, Çalğan Təpə Ağdamda olduğuna görə şimal torpaqlarındadır. 3 Qəbələdir. 4 Naxçıvandır. Cavab 1-dir. Cavabımız A bəndi olur. 9-da deyir ki, xronoloji ardıcıllığı müəyyən edin. Xışın tətbiqi nəticəsində əkin sahələrinin genişlənməsi Tunc dövrünə aiddir. Sonra heyvanların əhliləşdirməsinə başlanması Daş dövrünün ortalarına aiddir. İnsanların çobud daş çapazlıqdan istifadə etməyə başlaması isə Daş dövrünün əvvəlləridir. Birdə birinci 3, sonra Daş dövrünün ortaları 2 və sonra da Tunc dövrü 1 olur. 3, 2, 1. Belə. Sonra keçək indi ikinci yerimizə və keçdik 10-cuya. Bunda deyir ki, Tuncun kəşfindən əvvəlki dövrdə, baxaq, əl çapacağı və ağac dəyənək vasitəsilə insanların qida əldə etməsi, əl çapacağı deyə bir şey yox idi. Bu A çıxır. Harpunun hazırlanması ilə balıq ovunun asanlaşması, bəli, Daş dövrünün ortalarında harpundan istifadə edilibdir. Bunu götürürük. Sonra deyir, əmək alətləri içərisində ən əhəmiyyətlinin xış olması. Tunc kəşfindən əvvəl dediyi üçün bunu da götürmürük. Sonra sonraki dövrdə, yəni dəmir dövründə, insanların çaxmaq daşı və vulkanik şüşə Daş dövründədir. Səhvdir. Gil qabların hazırlanmağa başlanması deyil, Tunc dövrünün sonlarıdır. Bu da olmur. İnsanların əkinçilik və maldarlıqla məşğul olması hər dövrə aid olduğu üçün C-ni buradan götürürük. Demək olur 1B, 2C.